Salamlayıram sizləri, dəyərli könül dostlarım, necəsiz dəyərli xanımlar. Ümid edirəm yaxşısınız. Həyatınızda hər şey qaydasındadır. Əgər qaydasında deyilsə də, inşallah ki, qaydasında olacaq. Sizinlə mən hər zamanki kimi Firamon. Bu möhtəşəm, gözəl gündən sizləri salamlayıram. Dəyərli xanımlar, bugünkü seansımız dəstə seç şəklində, ümumi münasibətlərlə bağlı dəstə seç şəklində bir tarot seansı olacaq. Diləyənlər bu dəstəni, diləyənlər də digər dəstəni seçə bilər. Bu dəstə dışında bizim dəstək alacağımız dəstələrdir. Biri Doğanın ruhudur, digəri Oşo dəstəmizdir. Bu iki dəstədən hansı dəstə sizi çəkirsə, hansını özünüzə daha yaxın hiss edirsinizsə, o dəstəni seçirsiniz. Mən sizə düşünmək üçün vaxt verəcəm. Bu əsnada sevdiyiniz insanları düşünərək, gözlərinizi yumaraq o insanları hiss etməyə, münasibətə odaqlanmağa və qarşınızdakı insanı təsəvvür edin ki, sizin qarşınızdadır və bu insanlar sizə nələrsə ifadə eləməyə çalışır. Hələ də biraz səsimdə problem var. Danışarkən biraz çətinlik çəkirəm gördüyünüz kimi. Amma əlimdən gəldiyi qədər sizə dəstək olmağa çalışacağam. Aha. Seçiminizi edin qızlar. Ümid edirəm ki, artıq dəstələri seçdiniz. Kim hansı dəstəni istəyirsə, Laro dəstəmiz, Lara Tarot və digər tarot dəstəmizdən seçimlərinizi edin. Mən isə keçid alıram yorumlama qisminə. Genel olaraq, ümumi olaraq bir dəstə seansıdır. Əlbəttə ki, hər birinizə aid olacaq deyə bir məsələ yoxdur. Bunu hər zaman söyləyirəm. Mən aktiv bürcləri də söyləyəcəm, daha çox hiss etdiyim. Amma siz yenə də özəl seanslar istəsəniz, özəl seanslar üçün müraciət edə bilərsiniz, dəyərli xanımlar. Birinci dəstəmizdən, Lara Tarotdan başlamaq istəyirəm. Bu dəstəmizi hələ ki burada gözləməyə alaq. Başlayaq Laro dəstəmizdən. Dəyərli Laro dəstəsini seçən dəyərli izləyicilərim, baxaq görək partnyorlarınızın sizinlə bağlı düşüncələrində nələr var, ayrılıq varsa barışlıq olacaqmı, münasibət üçün dəstəklənirsinizmi, baxaq görək dəyərli xanımlar. Aha, mən bir dəfəlik bu dəstələrdən də seçirəm qızlar. Oşo dəstəmiz. Və bu gözəl Doğanın ruhu dəstəmizdən də alaq biraz. Aha. Belə. Sevimli Laro dəstəni seçən dəyərli izləyicilərim, baxaq görək. Burada bir-birini mühakimə edən partnyorlar var. Bir-birini sürəkli qüsurlarını axtaran, sürəkli bir-birində əmmaları görən, necə deyim, yəni öz daxili zənginliyinizi deyil də göstərdiyiniz o negativ performansları gündəmə gətirən enerjidəsiz gördüyüm qədərilə. Bitişlər var burada qızlar, net olaraq söyləyirəm. Sanki bitişlər var, münasibətdə biraz ümid də yoxdur, sanki. Nə yaşayırsınızsa siz, dəyərli xanımlar, münasibətdə siz öz, necə deyim, münasibətdə baxış açınızı, münasibətdəki o dəyərləndirmə enerjinizi də sanki itirmişsiniz. Nədirsə bu sizin yaşadığınız münasibət. Mən sizə deyərdim ki, siz bu münasibətin keyfiyyətlərini itirmişsiniz. Mən bunu deyərdim sizə. Sürəkli bir sorğulama, sürəkli bir müzakirə, sürəkli bir müdaxilə, sürəkli özünü haqlı görmə, sürəkli bencil davranışlar, daxili zənginlikdən ziyadə münasibətdəki problemləri axtarışında olmaq. Yəni, çox belə qarışıq bir münasibət içində ola bilərsiniz. Sanki sürəkli getgəlli bir münasibətdir sizdə
ve insan sanki sürekli burada duygularında çok cimridir, duygularını göstermeyen enerjidədir. Mən burada aktiv olarak Qoç burçlarını görürəm, söyləyəcəm, Əqrəb burçlarını görürəm. Net olarak söyləyirəm ki, Qoçu, Əqrəbi, eyni zamanda Ox atan burçlarını burada aktiv hiss edirəm. Əkizlər burcu burada aktivdir. Siz yaxud sizin partnerlarınız bu burçlardan ola bilər, dəyərli izləyicilərim. Balıq burcu da var burada əslində. Narsist münasibətdir bu. Bu münasibət, mən dediyim kimi, narsist bir münasibətdir. Sürekli qarşı tərəfi yargılayan, sizi yargılayan bir partneriniz ola bilər. Lakin eyni zamanda qarşı tərəf düşünə bilər ki, sən məni sevmirsən, sən məni sürekli yargılayırsan. Əslində içdən içə bir-birinizə qarşı hisslənirsiniz, əsəbləşirsiniz. Burada duyğu var ki, hisslənirsiniz, yaxud da hansısa bir aqressiya formalaşır. Amma duyğularda, yəni səmimi, mərhəmətli duyğulardan ziyadə sanki aqressiyanı və egonun yüksək səviyyədə olduğu bir potensialınız var və yaxud da belə bir münasibətdəsiniz. Sanki sürekli birbirinizə can üzücü sözlər sərf edirsiniz və yaxud da münasibətinizə kimlərsə girir, münasibətinizi pozur və siz təsir altına düşürsünüz. Burada insan sizi çox sorğuluyor. Yəni, düşünün ki, belə deyim də sizə, düşünün ki, bu insan sürekli ətrafın negativ düşüncələrinə məruz qalır və sürekli münasibətə bunu yansıdır və siz birdən-birə bu insanın narsist, egoist, münaqişəçi, münaqişə edən, mübahisələr və münaqişələrlə sizə yanaşan bu tərəf olduğunu düşünün. Təbii ki də baxın, burada da günəş, burada da günəşin ruhu var. Ümid sizin üçün var, geri dönüşlər alacaqsınız. Yəni bu bitiş deyil sizin üçün, amma ayrılıqlar var burada. Əgər siz bunu izləyirsinizsə, münasibətiniz davam edirsə, mən sizə deyim ki, bu sizə aid deyil. Digər dəstəni izləyə bilərsiniz. Ola bilər ki, siz yanlış dəstə seçmisiniz. Digər dəstəyə də baxacağım. Burada net olaraq ayrılıqlar var, qızlar. Mən aktiv burçlarda söylədim. İnsan sanki tək olmaq istəyir bu ara, yalın olmaq istəyir. Yəni sanki bir yerə sığınıb, yəni bir dənizin ortasında görürsünüz ada, yəni bura çəkilib özünə və deyir, mən düşünmək istəyirəm. İcazə ver, deyir, mənə sadəcə bu dönəmlər sən mənim xəyalımda olasan, sən mənim ruhumda, sən mənim beynimdə olasan. Gerçi bu situasiya sizdə də ola bilər. Münasibətə hal-hazırda fərqli prizmalardan yanaşsanız belə, hərçənd ki, bütün bunlara baxmayaraq qarşılıqlı bir-birinizi düşünən enerjidəsiniz. Egoist düşünsəniz də, necə deyim, mübahisələri düşünsəniz də, bir-birinizə qarşı öfkəli olsanız da, bir-birinizi düşünən enerjidəsiniz. Lakin mən yenə də deyirəm ki, burada rahat düşüncə yoxdur, burada aqressiya var. Sanki insanlar bir-birini belə parçalamaq istəyir, mübahisə etmək istəyir. Əsasən də Qoç burcu partneriniz varsa, bu insan sizinlə mübahisə etmək istəyir. Həm sevmək istəyir, həm sizi, necə deyim, dövmək istəyir türklər demişkən. Çox maraqlı bir düşüncə tərzi var. Əsəbi olsa belə sizi şiddətlə bir o qədər də arzulayan, sizə qarşı güclü etirazlar duya bilən, hiss edə bilən partnerlarınız ola bilər, dəyərli xanımlar. Amma mən sizə bir söz deyim, insan çox acgöz insandır, çox egoist, bencil və acgöz insandır. Sürekli olaraq almağı bilir, amma vermək ilə bağlı heç bir fikir yoxdur. Burada yəni insan duyğuları bölüşməyi qətiyyətlə bacarmır, narsist insandır və sürekli deyir ki, sən məni sevməlisən, sən mənə duyğu verməlisən, amma məndən heç nə gözləməməlisən. Münasibət yıxılıb. Yenidən bərpa olacaqmı? Olacaq. Amma mən sizdə uzun müddətli münasibət kimi hiss eləmirəm. Tam səmimi söyləyirəm. Sanki bu münasibətin sonu yoxdur. Yəni bu münasibət sizi bir yerə götürməyəcək. Siz sürekli belə inişli, çıxışlı bir münasibətin içində ayrılığı qərarlaşdırıb sonunda bir-birinizdən yollarınızı ayrılma potensialınızın yüksək olduğunu sizə söylə bilərəm. Təbii ki də bu anlıq enerjilərdir. Bu dəyişə də bilər. Yəni hər bir tək sizə aid də deyil. Mən burada indi enerjim kiminlə uyumlanırsa, artıq kimin enerjisidirsə, onun üçün yorumlayıram hal-hazırda. Fərqi yoxdur, hər biriniz dinləyə bilərsiniz. Lakin dediyim gibi aktiv söylədiyim burçları, mən aktiv daha doğrusu gördüyüm burçları söylüyorum. Dəyərli xanımlar, dediyim kimi acgöz, sevgidən, duyğudan doymayan, egoist, narsist bir insandır sizin partneriniz və heç bir halda səhvini görməyən, özünü heç bir halda yargılamayan, sürekli sizi yargılayan bir enerjidədir. Geri dönüşlər olacaq sizə. Mən söylədim, sizdə geri dönüşlər olacaq, amma bu geri dönüşdən sonra sanki bir dəfəlik münasibəti nöqtələyə bilərsiniz. Bunu sizin nəzərinizə çatdırım. Deyim bunu sizə, biləsiniz, dəyərli xanımlar. Vaxt itirmədən keçid alaq digər dəstəmizə, dəyərli xanımlar. Keçid alaq digər tarot dəstəmizə. Baxaq görək. Bu dəstəmizdə bizə münasibətlə bağlı nələr söyləyəcək, enerjilər hansı yöndədir, bərabər frekanslarınızda birləşmə potensialı varmı?
Evren sizi münasibət adına dəstəkləyirmi? İnsanın fikirlərində, bilinçaltı, şuuraltı nələr var? Sizə qarşı duyğuları nədir bu insanın? Burada bir kart çok çektim sanki ama sorun değil. Aha. Bu da bence yorumlayacağıq çünkü kart özü cevap vermək istədi əzizlərim. Bunu mən yorumlayacağım sizlər adına. Gəlin baxaq görək. Bu dəstənin mesajları nələrdir? Wow, burada üzülən, gözyaşı axıdan, amma çox sevən partnyorlar var. Məni izləyən dəyərli doluşa bürçləri, dəyərli xərçəng bürçləri, dəyərli şir bürçləri. Buradasınızmı? Və məni izləyən dəyərli dolçaları söylədim. Tərəzi bürçləri, dolça bürcü, tərəzi bürcü, xərçəng bürcü, buğa bürcü, oğlaq bürcü. Kızlar, burada tamam başka mövzu var. Burada belə deyim sizə çox güclü dəyər var. Yəni sevdiyiniz şəxslər sizi çox aşırı dərəcədə deyərdim ki, sizə dəyər verir, sizi arzulayır və sizə tərəf can atan bir qəlbi var. Bəli, münasibətdə yetərincə əmək yoxdur, münasibətdə yetərincə mücadilə yoxdur. İki partnyorun ikisi də yaxud bir tərəf çox tənbəl yanaşa bilər münasibətə və yaxud da münasibəti dəyərləndirməkdə biraz güclük çəkə bilər. Ola bilər ki, siz sentyabr, oktyabr, noyabr aylarında ayrılıq yaşamısınız. Daha sonra dekabra gələn zaman dilimində siz barışmısınız. Bu insan da sanki sizin dəyərinizi biləcək pozisyonda sizə gəlib. Yox, əgər hal-hazırda ayrılıq varsa bu insan sizə geri dönüş edəcək. Və eyni zamanda sizə qarşı hiss etdiyi, o sizin hiss etdirdiyiniz o zirvə hissini, o gözəl empati duyğusunu, o potensial olaraq məsələn o insanda yaratdığınız ego duyğusunu tam tənzimləyən bir pozisyonda və onu içdən içə çağırdığınız bir pozisyonda ola biləcəyinizi kartlar söylüyor. Bəli, ola bilər ki, insan sizin necə deyim, yaxşı tərəflərinizi görə bilməyib, amma bununla bağlı ruhsal bir oyanış yaşayacağını, eyni zamanda özünü kəşf edəcəyi, sizi kəşf edəcəyi, münasibəti kəşf edə biləcəyi, əslində sizin nə qədər dəyərli ola bildiyinizin fərqinə varacağı bir dönəmdə ola bilərsiniz. Məni izləyən, bu dəstəni seçən izləyicilərim, siz ola bilər ki, bu insanlar üçün dua edirsiniz və yaxud ikiniz üçün dua edirsiniz. Ola bilər ki, evrenin, ilahi gücün sizin dualarınıza ehtiyacı var. Bu dönemlər ehtiyacı var deməyək də, sanki siz dua üçün çağrılırsınız. Çünki evrenin, ilahinin bizə ehtiyacı yoxdur. Sadəcə olaraq bu dönemlər, yəni dua üçün çağırılırsınız deyərdim. Sizin münasibətinizdə əsla ölməyən bir şeylər var qızlar. Əsla ölməyən bir münasibətinizdə, əsla bitməyən bir güc var sizin aranızda. Lakin bu insana qarşı biraz daha mərkəzdə olun. Əgər özünüzü çox gizlədirsinizsə bu insandan, daha gözünün görə biləcəyi yerlərdə olun ki, insan sizə bir fincan çayın təklifini edə bilsin. Yəni dəvət ala bilərsiniz, mesaj ala bilərsiniz, təklif ala bilərsiniz. Sizi çaya dəvət edə bilər, sizi yeməyə dəvət edə bilər. Bu insanla bərabər zaman keçirə bilərsiniz. Sizi yanına çağıra bilər. Yəni burada yenə də deyirəm, baxın dualar var qızlar. Ola bilər ki, məni ibadət edən xanımlar da bu dəstəni izləyir. Dolça bürcü xanımları ola bilər. Yaxud da ola bilər ki, xərçəng bürcü xanımıdır. Bu dediyim kimi tərəzidir. Yaxud buğa, oğlaq, qız bürcü xanımlarıdır. Həmçinin şir bürcləri də burada var. Lakin dediyim kimi, münasibətinizdə çox böyük problemlər, çox böyük ayrılıqlar yoxdur. Sadəcə ola bilər ki, inciklik, küslülük, qəlb qırıqlıqları ola bilər münasibətin gedişatında. Amma burada da insan bu münasibətdəki problemləri həll etmə çabasında, həll etmə potensialında ola bildiyini söylüyor hal-hazırda. Yuxularınızda bu insan aktiv ola bilər, duyğularınızda, hisslərinizdə, bilinçaltınızda belirsizliklər ola bilər. Lakin duygusal olaraq da bu insanlara çəkilə bilərsiniz, bir-birinizi hiss edə bilərsiniz. Aranızda çünki çox güclü telepatiyanın olduğunu sizə söyləyə bilərəm. Burada əsla ölməyən sevgi var, burada ölməyən məhəbbət var, bir-birini arzulayan
partnyorlar var. Belə dəyərli xanımlar. Videonu çox uzun tutmayım ki, onu paylaşanda problem yaşamayım. Bugünlük bu qədər. Növbəti seanslarımızda qızlar görüşərik. Hər şey ürəyinizcə olsun. Ümid edirəm ki, bu seans sizin üçün faydalı oldu və buradan sizə lazım olanları aldınız, qəbul etdiniz və durumunuza görə də baz aldınız. Hələlik qızlar.